Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. O bildirir ki, Lənkərana gedişim Rövşənin üst mərasiminə təsadüf etdi və orada görüb eşitdiklərimi sizlərə də bildirmək istədim. Dəfələrlə Interpol tərəfindən gəlib qəbri açmağa çalışıblar. Lənkərana bazar günü gəldim. Gəlişim Rövşənin üst mərasiminə təsadüf etdi. Elə şəhərə gələn kimi ilk olaraq Kiçik Bazar məscidinin qarşısında qurulan yas məclisində iştirak etdim. Daha sonra isə yolda tanış olduğum Nazim adlı hökməli uşağı ilə birlikdə qəbir üstünə getdik. İnsan axını Rövşənin xatirəsinə göstərilən sevgi və hörmət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Amma yasa gələnlərin belə danışdıqları diqqətimdən kənarda qalmadı. 2-2, 3-3 çevrə quran gənclər Rövşən Lənkəranskinin ölümündə Kurtlar Vadisinə aid məqamlar axtarırdılar. Biri deyirdi ki, ölməyib, əslində sağdır. Bir başqası deyirdi ki, dostları onu reanimasiyadan çıxarıb başqa yerə aparıblar. Sağaldıqdan sonra yenidən meydana atılacaq. Hələ onun oxşarının öldürüldüyünü də deyənlər var. Bu eşitdiyim də maraqlı idi. Dəfələrlə Interpoldan gəlib qəbri açmağa çalışıblar. Amma Rövşənin dostları və qohumları imkan verməyiblər. Qəbrin ətrafında 10-15 nəfər gecə-gündüz keşik çəkir. Bu 3 gündə məzarlığın yanından dəfələrlə keçmişəm. Məzarlıq qarşısındakı maşınlarda əyləşən gənclərin saatlarla orada keşik çəkməsini, o başa bu başa var-gəl etməsini özüm də təsdiqləyirəm. Amma Interpol məsələsi ilə bağlı nə rəsmi bir məlumata rast gəlmədim, nə də özüm bir rəsmi nümayəndə ilə görüşə bildim. Amma fərziyyələr, şayələr bitib tükənmək bilmirdi. Rəhmətliyin yaxın adamlarından Rufo Gəncinskinin və yaxınlarında Vor adını alan Ruslan Əhmədlinin də burada olduğunu öyrəndim. Rusiya nömrəsi olan bahalı avtomobillər hər addımda rastıma çıxır. Seyrəlmə yox idi, əksinə bir ucdan gəlirlər və Lənkəranda otellərin ağzına qədər dolduğunu, artıq kirayə mənzilin də tapılmadığını desəm, yalançı olmaram. Hər kəs böyük toplantıdan danışır. Bu böyük toplantının da məhz 7 mərasimindən sonra olacağı gözlənilirdi. Rəhbərliyin kimə keçəcəyi barədə dəqiq bir şey deyən yoxdur. Mənim də qəti məlumat kimi nəsə danışmağım doğru olmaz. Küçədə, məclisdə, kafedə eşitdiyim şayələrdən başqa bildiyim heç nə yoxdur. Caniyevlərlə həmsöhbət olmaq, nəsə soruşmaq mümkün olmadı. Lakin insanlarda dəhşətli bir qorxu var. Azərbaycanlı vorlar bir-birini qıracaq. Rusiyadan gündə meyit gələcək. Bunların hamısını da mən elə Lənkəranda Rövşən Lənkəranskinin matəm çadırı və məzarı ətrafında gedən söhbətlərdən eşitdim. Əlbəttə ki, bölgənin insanları Rövşən Lənkəranskini sevirdi və hələ də sevir. Onu qaqaş deyə yada salmaları da təsadüfi deyil. Bu hörmət və sevginin üstündən nəsə deməyim artıq olar. Avtoritetlər, oğrular haqqında danışanlar çoxdur. Mən bu mövzuda danışanlardan özünü ağıllı göstərmək üçün fikir bildirənlərdən biri olmaq istəmirəm. Sadəcə bir şey deyim ki, həqiqət acı olsa da onu qəbul etmək lazımdır. Rövşən Lənkəranski artıq dünyada yoxdur və onu sevənlər bunu elə də asanlıqla qəbul edə bilmirlər. Elə ona görə də yasına gəldikləri mərhumun hələ də sağ olduğu haqda danışır. Dinləyir və özlərini buna inandırmağa çalışırlar. Həyatımız Kurtlar Vadisi deyil. Senarisi sadə, amma daha dəhşətlisi yazılıb. Allah rəhmət eləsin. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.